Belə bir suala baxaq. Kökün altında x plus 36 üstə gəlsin kökün altına x minus 16 bərabərdir 13 olarsa, kök altına x plus 36 çıxılsın kök altına x minus 16 fərqini tapın. Fərqə bir a deyək. Bərabərdir bir a deyək və alt-alta vuraq. Sistemala bunları alt-alta vuraq və yaxud da tərəf-tərəfə vuraq. Kökün altında x plus 36 üstə gəlsin kökün altında x minus 16 vurulsun kök altında x plus 36 çıxılsın kök altında x minus 16 bərabərdir 13a-ya. Buradan da müxtəsər vurma düsturuna əsasən, yəni a plus b vurulsun a minus b-yə əsasən kök altında x plus 36-nın kvadratı çıxılsın kök altında x minus 16-nın kvadratı. Yəni bu ifadə kvadratlar fərqinin açılışıdır. Bərabərdir 13a-ya. Buradan köklə kvadrat gedir. Olur x plus 36 çıxılsın x minus 16 modulda olacaq x minus 16 bərabərdir 13 vur a-ya. Kökün altında olduğuna görə deməli modul içərisində müsbətdir ki, kökün altındadır. Yəni x minus 16 kökün altındadırsa deməli x minus 16 böyük bərabərdir sıfırdan. Yəni müsbətdir. Müsbət olduğunu nəzərə alsaq, onda moduldan da özə çıxacaq. X plus 36 çıxılsın x plus 16 bərabərdir 13a-ya. Buradan x-lar gedir. 13a bərabərdir 36 ilə 16 olacaq 52. A da eləyəcək 4.